Bir sağlam hamiləlik olması üçün qadından bizə nə lazımdır? Sağlam yumurta hüceyrə, sağlam folikul yetişəcək, partlayacaq, sağlam yumurta hüceyrə olacaq, hormonal balans normal olacaq və dölün normal inkişaf eləməsi üçün normal bir uşaqlıq olacaq. Yəni, burada həm yumurtalıq faktoru var, həm uşaqlıq faktoru var. Yumurtalıqda dediyimiz kimi sağlam yumurta hüceyrə olmalıdır. Həm genetik açıdan, həm fiziki açıdan sağlam yumurta hüceyrə olmalıdır. Qadının yaşı çox önəmlidir. Yaş artdıqca yumurta hüceyrələrinin bir də keyfiyyəti azalır. Çünki qadında yumurta hüceyrə heç bir zaman yenidən yaranmır. Yəni, yeni bir yumurta hüceyrə yaranmır. Anadan gələndə bir qız uşağında nə qədər yumurta hüceyrə varsa, heç bir zaman yenisi yaranmır. O olanlarla ayda bir dəfə 12 yaşdan sonra folikul yetişir və yumurta hüceyrə partlayır. Yaş artdıqca bu yumurta hüceyrələrində genetik problemlərin sayı artır. Və 35 yaş üstü, əvvəllər 40 yaş üstü deyirlər, indi artıq bir yaş 35 yaş enib. 35 yaş üstü qadınlarda inkişafdan qalmış hamiləliklərin sayı artır. Niyə? Çünki genetik problemli yumurta hüceyrələr olduğu üçün hamiləlik baş tutsa belə inkişafdan qalmaların sayı artır. Birinci dediyimiz kimi faktor nə idi? Yaş faktoru. Yaş faktoru nəyə təsir edir? Yumurta hüceyrənin kalitəsinə, keyfiyyətinə təsir edir.